Oraya mən də danışmasayam, qozamayım. Çox sağ ol. Məni sevgi və isti münasibətlə qarşılayan Azərbaycanlı fanları. Uşaqlıqdan K-pop fanatı olasan, Koreya fanısan, bunu təsəvvür edərək Koreya dilini öyrənmişəm. Emilia, Ne? seni sevirəm. Hamıya salam, kanalıma və yeni videoma xoş gəlmisiniz. Bugün biraz həyəcanlı başlanğıcdır, çünki ümumiyyətlə bu videonun davamı gəlib-gəlməyəcəyi indiki müsahibədən asılıdır. Düşünürəm ki, artıq təsdiqdir, sadəcə bir görüşdür ki, detalları müzakirə olunsun, amma yenə də biraz həyəcanlıdır və bu video vasitəsilə, bu müsahibə vasitəsilə ilk növbədə ilk addım olaraq yeni bir təcrübəyə addım atacağıq. Ona görə çox maraqlıdır. Əgər bu video çıxıbsa, başlığından artıq nə videosu olduğunu bilirsiniz. Bir neçə gün öncə Kiko'nun fan sayını olacağına dair mesaj gəldi mənə və tərcüməçi axtardıqlarını söylədilər. Məndən CV-ni göndərməyimi istədilər və indi onlarla görüş olacaq. Bu haqda mənə səhər dedilər. Mən heç bilmirdim. Yəni heç ağlıma gəlmədi ki, bugün görüş ola bilər. Biraz belə yaxşı mənada həyəcan var ki, yeni bir təcrübə, maraqlı bir təcrübədir. Uşaqlıqdan K-pop fanatı olasan, Koreya fanısan, həmişə bunu təsəvvür edərək Koreya dilini öyrənmişəm ki, sevimli qruplarımla, ifaçılarımla, müğənnilərlə də, yəni K-pop idollarla yan-yana olub onlarla ünsiyyət quracağam, onlarla danışacağam, onları tərcümə edəcəm bizim ölkədə. Bunu təsəvvür edərək, vizualizasiya edərək, manifest edərək, belə deyək, təsəvvür edərək həvəslənib öyrənmişəm Koreya dilini və bir gün heç gözləmədiyin anda belə bir təklif gəlir. Ona görə yaxşı mənada həyəcanlı və kidedən də exciting. I'm so excited. Deməli, müsahibə bitdi. Başladığı kimi də həmin an bitdi. Sadəcə 6 dəqiqə çəkdi. Çox qısa idi. Bilmirəm, staff tam hazırlaşmamışdı. Çünki heç mənim CV-mə hələ baxmağa vaxtı olmayıb və 2 tərcüməçi idik. Belə. Sonra baxdım ki, mən nəyə görə... Ya həyəcan o mənada yox, sadəcə istər-istəməz müsahibə sözü gələndə adamı biraz həyəcan basır. Yaxşı mənada. Ona görə sadəcə okeydir. Hərəmizə ayrı-ayrı məsuliyyətlər veriləcək. Kimsə Kiko'nun özünü tərcümə eləyəcək səhnədən, həmin an fan meeting zamanı, kimsə isə səhnə arxası, belə deyək, hansısa texniki məqamlarda işçilərə kömək eləyəcək, səs, görüntü və s. kimi orada texnikaya görə cavabdeh olacaq, orada köməklik göstərəcək. Belə. Çox həyəcanlıyam. Gözlənilməz bir anda baş verdi. Ona görə həmişə gərək dillərimizi inkişaf elətdirək, həmişə çoxdan məsələn Koreya dilində danışmıram, çox da istifadə etmirəm. Sırf özüm danışıq olaraq da. Dərs tədris etsəm də daimi bu eyni deyil. Ona görə bu gün ərzində gedim çoxlu Koreya dilində kitablar oxuyum, Koreya şoularına baxım, K-dramalara baxım, intervyular izləyim ki, dilim artıq yenidən qayıtsın o öyrəşməyə. Bir neçə gün ard-arda sırf dinləyəndə, danışanda, tərcümə eləyəndə insanda avtomatik o dildə düşünməyə, danışmağa başlayırsan. Mən həmişə ingilis dili ilə də elə olur. Çünki məsələn də burada yaşayıram, gündəlik Azərbaycan və rus dillərini həmişə istifadə edirəm. Təbii ki, Koreya dilini müəyyən səviyyədə, çünki tədris edirəm. O eyni deyil də, yəni danışıq, praktis edirik tələbələrlə. Amma təbii ki, tələbələrin danışdığı səviyyə Koreyalıların danışdığı səviyyəyə eyni deyil. Sadə mövzularda danışırıq. İndi isə gedim, qəşəng hazırlaşım. Həyəcanlıyım. Hamıya salam. Bugün artıq ayın 17-si, noyabr ayının 17-sidir. Kiko'nun Bakıya gəldiyi gündür. Hal-hazırda yollanırıq sizinlə havalimanına onu qarşılamağa. Getdik. Getdik yenə havalimanına. Getdi o yana. Yəqin bitirliyə gedir. 안녕하세요. 어서 오세요. 환영합니다. Deməli, hal-hazırda otelə yerləşirlər. Mən də burada onları gözləyirəm. Daha sonra fan görüşün keçəcək yerə gedəcəyik. Məkanını yoxlayacaqlar. Sadəcə olaraq düşünmürəm ki, çox çəkə biləcəm sizin üçün. Bilirsiniz də Koreyada necədir, nə qədər ciddi yanaşırlar. Ona görə mümkün qədər sizə də göstərməyə çalışacağam. Deməli, konsertin keçəcəyi məkandayıq. Burada görüşdə oldu. Lazım olan məqamları da soruşdular, tərcümə elədik. İndi gedirik.
Əslində mənlik olsaydı bir çox məqamları çəkərdim, maraqlı olardı hamımıza. Təbii ki, müəyyən məqamları çıxmaq şərti ilə ki, narahatçılıq yaratmayaq. Amma menecerdən də soruşanda dedi ki, bir çox məqamlar olmasa daha yaxşıdır. Və ona görə mən də çox nələrisə çəkməyə çəkindim. İlk gün ümumiyyətlə demək olar ki, heç nə çəkmədim. Burada isə növbəti gündür. Onları oteldən transfer maşını ilə qarşıladım. Kiko'nun özü, meneceri və prodüseri arxada əyləşmişdi və yollandı konsert zalına məşq etməyə. Hal-hazırda məşq edir. Birazdan ona düşəcəm, iki tərcümə edim artıq. Qrafikimiz. İndi hal-hazırda artıq son 1 saat 20 dəqiqə qalıb. Burada mən bu arada cədvəl dəqiqləşdirdim bütün detalları ki, hansı məqamlarda yuxarı qalxmalıyam, səhnəyə hansı məqamlarda aşağıda olmalıyam. Belə bunları hamısını dəqiqləşdirdim. Gözləyirik. Ümumi gedişat belə gedir. Bura səhnədir. Bütün işlər yuxarıda görünür. Burada yeməyin şey belə dağınıqdır. Və birinci mərtəbədə də bura Kiko'nun otağıdır. İkinci mərtəbədə geyim dəyişmək, hazırlaşmaq. Baxın, artıq çöldə fanatlarda yığışırlar, sıralara düzülürlər. Yetərincə fanatlar yavaş-yavaş düşünürəm çox olacaq. Belə. Bu videonu isə artıq TikTokda və Instagramda görmüsünüz. Emilia. Ne? Seni severim. Sarangeyo. Sarangeyo. Ümumiyyətlə videoda nə deyəcəyimizi danışmamışdıq öncədən, sadəcə anidən oldu. Bu arada Instagramda və xüsusən də TikTokda böyük marağa səbəb olan Reels formatında olan videonu da paylaşmışam. İstəsəniz onları da izləyə bilərsiniz. Qayıdaq bayaqki məqama. Kiko öncədən gələn fanatlar ilə salamlaşmaq üçün düşür aşağıya. Onu da qeyd edim ki, bu həm fan meeting, həm də konsert formatında keçirilən bir görüş idi və tamamilə pulsuz təşkil olunmuşdu. Düzdür, əvvəlcə qeydiyyatdan çox insan keçmişdi. Hətta qeydiyyat sayında olan insanların sayı dolmuşdu deyənə digərlərinə icazə verilməmişdi. Amma sonra bəzi səbəblərdən, belə deyək, fanatların yarısı fikirlərindən döndürülmüşdü səhv anlaşmaya görə. Amma ümumilikdə orada 200 neçə nəfər qeydiyyatdan keçdi nəticədə və iştirak etdi. Sizi sevirəm söyləyir. 통역 해줄 수 있어요? Ne? 눈물을 이렇게 많이 줘. 미안. Teşekkür ederim. Her şey hazırdı. Yavaş yavaş bu neçə dəqiqə fanatlar içəriyə daxil olacaqlar. Fanatlar daxil olurlar içəriyə, baxın yavaş yavaş belləri tutmağa başlayırlar. Gələk. Artıq ışıqlar söndü, son hazırlıqlar gedir, ışıqlar və s. kimi. Artıq görüş başlamaq üzrədir. Burada hələ ki əyləşmişəm. Çünki çox ayaq üstə qalsam yorulacağam indidən. Burada kamera və s. artıq hazırlanır.
Təəssüf ki, xahiş etsəm də tərcümə etdiyim məqamlarda məni çəkməmişdilər. Amma sizin paylaşdığınız videolardan tapıb bura yerləşdirəcəm. 좋아해 주실 건가요? Görsen beğeneceksiniz. 가볼까요? Başlayalım. Burada qeydiyyat sırasına görə nömrələr ilə lotereya keçirilirdi və qaliblər Kiko'dan çox gözəl albom və digər hədiyyələr qazandı. Çox möhtəşəm idi. Burada isə Mainstream Entertainment'ın, yəni Kiko'nun aid olduğu şirkətin paylaşdığı kadrları sizinlə paylaşıram. Nə yaxşı ki, onlar da qısa da olsa qıraqdan müəyyən məqamları çəkiblər və xatirə olaraq bu videolar məndə də qalacaq. Təbii ki də Koreya şirkəti olduğu üçün və burada qaydalar ciddi olduğu üçün təbii ki də videoları paylaşmadılar mənimlə, amma Instagramda hamı üçün açıq olan kadrları sizinlə paylaşıram. Və fanatlar da Kiko'nu hədiyyəsiz qoymadı təbii ki. Burada isə Kiko'nun mahnılarının sədaları altında Dance Challenge keçirilirdi. Qaliblər də hədiyyə qazanırdılar. Zəhmət olmasa hədiyələrinizi götürən kimi düşün aşağı. Çəkin çəkmədən. 올해 6월에 바쿠에 처음으로 왔었는데요. Bu il iyun ayında ilk defa Bakı'ya gelmişim. 그때 저에게 보내주신 바쿠 팬 여러분들의 뜨거운 사랑이 정말 감동했습니다. Həmin vaxt məni sevgi və isti münasibətlə qarşılayan Azərbaycanlı fanların bu münasibəti məni çox təsirləndirdi. 여러분들의 사랑에 어떻게 하면 보답을 할 수 있을지 정말 많이 고민을 Və 했습니다. buna görə də sizə necə qarşılıq verə biləcəyim bu mənə dair düşüncələr aparırdım. 그래서 오늘 이 팬미팅을 열게 되었습니다, Ona 여러분들. görə də bu səbəblə biz bugün bu fan mitingi keçirdik. 언어와 문화를 넘어서 저를 사랑해주시고 지지해주셔서 정말 감사드립니다. Dil və mədəniyyət bariyerinə baxmayaraq, bunu aşaraq mənə dəstək olub sevdiyiniz üçün sizə minnətdaram. Təəssüf ki, YouTube-da müəllif hüquqları məqamı var deyənə mən bütün mahnıların, bütün hissələrini paylaşa bilmirəm. Fanatların ən çox bəyəndiyi və tanıdığı mahnı olduğu üçün yenidən oxunur. Təəssüf ki, ona görə burada səsi paylaşa bilmirəm. Amma burada artıq mənim relaks elədiyim məqam idi. Çünki ən həyəcanlı tərcümə hissələri bitmişdi. Və bu konsertin bitməsinə az qaldığına görə bir tərəfdən çox sevincli idim. Çünki möhtəşəm bir təcrübə və çox xoş təəssüratlar və xatirələr qaldı. Digər tərəfdən isə artıq bitmək üzrə olduğu üçün də biraz kədərlənirdi. 사인 어떻게 하면 좋아?
Növbəti hissə isə fansayn hissəsi sayılırdı və mən də Kikonun yanında mütləq dayanmalıydım. Biraz soyuq idi, ona görə xahiş etdim ki, mənim gödəkçəmi tez qızlardan biri gətirsin və inanırsınız, hər kəslə bir ünsiyyət qurub, foto, video çəkib onlara xatirə olaraq da albomlarında və yaxud əşyalarının üzərində imzasını atırdı. Hello. Və foto zamanıdır. Hamıyla bir. Okay, bye bye bye. Bye bye. Tamam. Salam. Oh, hello. Okay. Photo. Evet, İzmir'e kadar gelip çıkmıştı ama başlıyor. 사랑해. Kiko ona göre çok sevinir. Aha. Ve fanatlarla rəqs videosu çəkəcək. Five. Kiko çok yoruldu artık. 집에 가고 싶어요. Eve gitmeyi istiyor. 가고 싶어요. 밥 먹고 싶어요. Yatmak, yemek yemek. 그래도 행복했다 바꾸. Ama çok xoşbəxt. Nəhayət. 오늘 너무 재밌었어요. 너무 재밌고 너무 좋았고 팬분들 만나서 너무 좋았고 리아 씨 만나서 너무 좋았어요. 고생 많으셨어요. 고맙습니다. 축사호 감사합니다. 또 만나요. Və beləliklə möhtəşəm təcrübənin və hekayənin sonuna gəlib çatdıq. Sizi biraz motivasiya etmək istəyirəm ki, bu günləri mən 13 il bundan öncə Koreya dilini özüm öyrənərkən təsəvvür edirdim, manifest edirdim və vizualizasiya edirdim. Tam o hissləri yaşayırdım ki, mən bunu artıq edirəm. Və inanın ki, gec və ya tez siz də arzularınıza çatıb xəyallarınızı gerçəkləşdirəcəksiniz. Yetər ki, o xəyallar sadəcə xəyal kimi qalmasın, məqsədlərə çevrilsin. Bu günlük bu qədər. Bu hekayənin sonu növbəti hekayələrdə görüşənədək. Sağ olun.